İnkubator 64 yumurtalıq. Tam avtomatik, universal və rejimli inkubatordur. İndi biz onun yığılma qaydasını və işlətməsini sizə tam şəkildə göstərəcəyik. Nəm verənidir. İçərisində yem qabısı, sonra su qabısı, fənəri, sprey qabısı və pipetkası hədiyyə olaraq üzərindədir. 12 volta çıxışı var. İndi sökürük tam olaraq. Latopda çıxdı. Ümumiyyətlə, ən asan inkubator 64 yumurtalıqlar olur, çünki bir mərtəbə olur. Bu çıxış vaxtı roliki götürürük və bunun üzərinə qoyulur. Yumurtalar ki, düzələr çıxanda rahat olsun. Görürsünüz, bu əvvəlcə lazım deyil hal-hazırda. Suyu tökürük bura. Bu hissələr su üçündür. Əsasən, ən başlıca olaraq orta hissəsinə su tökülür və bu orta hissəsinin bu hissəsi dolur. Dolduqdan sonra bizdə belə bir nəmişlik aparatı var. Bir dənə bunun ağzını aç. Bu nəmişlik aparatı bu şəkildə suyun üzərində durur, paplavok kimi. Və aşağıdan suyu götürüb yuxarı buxarlandırır. Əslində 64 yumurtada o qədər də önəmli deyil. Əsas 128-192-lərdə istifadə olunur, amma yenə də istifadə edə bilərsiniz. Bu qaydada suyu tökdük və bunu keçirdik. Bunu açdı. İndi quraşdırılmasını görsədək. İndi yığıq onu. Təsəvvür edin, su töküldü. Əsas bu hissəyə su töküldü. Bu hissələrə də az töküldü. Setkanı qoyuruq. Setkanı qoyuruq. Setkanı qoymaya da bilərik. Amma belə yəni qoyaq, bilsinlər qoyaq. Setka qoyulmaya da bilər. Bunun burası kəsiləcək. Bu hissəsi kəsilir ki, buradan püskürmə olsun. Şunurları bildiyimiz kimi. Üzərinə İçərdən keçirdirik roliki. Hansı ki, buna yumurta yığılacaq. Və yumurtalar yığılır buna. Ondan sonra ramkasını keçir. Bəli, ramkası keçdi. Oturanda birinci mərtəbə hazırdır. Artıq heç bir şey qalmadı. Və əsas beyin qoşulur. Motor qoşulan yer. Hə, motor qoşulur bu ağ hissəyə. Ştikir qoşuldu bura. Şu. Nəmişliyin 101-si də qoşulur bu birisinə. Baxın. Deyək bura. Biz indi qoşmuruq yəni. İndi su tökülməyib deyə qoşulmur. İçərisində də, arxasında da nədir burada? Nəmişlik daçikidir, temperatur daçikidir. Hamısı içərisindədir. 2 ədəd də burada ventilyatorlarıdır. İstilik də oradan gəlir. İndi biz rejimləri göstərəcəyik sizə. Aha, və hal-hazırda inkubatorumuz artıq işləy vəziyyətdədir. Gördüyünüz kimi burada rəqəmlər var. Bax, bu aşağıda olan 37.8 60%. Görürsünüz, 37.8 temperaturdur. Üstünə yazılıb temp. 60% rütubətlikdir, yəni nəmişlikdir. Bu aşağıda olan bu göstərici zavodların verdiyi ayardır. Yuxarıda olan 20.2 və 66% bizim faktiki olaraq hal-hazırda inkubatorun içərisində olan temperatur və nəmişliyi göstərir. Bu kənarda 120 görürük. Time yazılıb. Bu vaxtdır. Yəni hər 120 dəqiqədən bir bu geri gəlir. 119, 118 olaraq. 0-0 olanda inkubatorun içərisində roliklər fırlanır və yumurtanı fırladır. Aşağıda olan bu bir günləri sayır. Məsələn üçün, toyuqda 21 gündə yumurtaların çıxışı olur. Qazda 30 gündə olur. Ördəkdə bir başqa gündə olur. Və bizdə gördüyünüz kimi hal-hazırda 12 volta da çıxışı göstəririk. Və
buradan qoşulur. Fanarı. Sizə bir dənə akkumulyator lazım olacaq sadəcə olaraq. Qırmızı plusa, qara minusa qoşularaq istifadə olunur. Bizdə burada indi rejim də var. Bildiyiniz kimi rejim nədir? Bax bu mod düyməsini, bax burada mod düyməsi var. Mod düyməsini basırıq və bastığımız halda görürsünüz burada toyuq işarəsi gəldi. Zavodun verdiyi toyuqlar üçün ayar var. 38 dərəcə olmalıdır, 60% rütubəti olmalıdır. Yenidən basırıq mod düyməsinə, keçir dark, yəni ördək rejiminə. Ördək rejimində görürsünüz 38.3 və 60% rütubətlik var. Və bu qaydada qaz rejimi, sonra göyərçin və bildirsin rejimi və bu da çöl quşları üçün olan rejimdir. Bir də var belə custom rejimi, bu da hər hansı bir yumurta ola bilər ki, həmən yumurtanın rejimi burada yoxdur inkubatorda və biz onu əllə buradan idarə edirik. Faktiki olaraq bizə məsəl üçün lazımdır toyuq. Toyuğa keçdik. 38 dərəcə olmalıdır, 60% rütubətli olmalıdır. Bizim suyu əlavə edirik. Suyu əlavə etdikdən sonra bu temperaturla, aşağıdakı temperaturla yuxarıdakı temperatur tam olaraq bərabərləşəcək. Rütubət isə suyu əlavə etdikdən sonra müəyyən qədər qalxıb sonra düşə də bilər, ya düşüb sonra yenə qalxa bilər. 60% olmağı şərt deyil, 55-65 arası kifayət eləyir, amma temperatur birə-bir eyni olacaq. Və salam. Bizdə burada belə bir fənər də var, görürsünüz, avaskop da var gecə vaxtı yoxlamaq üçün.